Rusiya cəbhəsində hesab edirəm ki, yəni Belarus onun yanında olacaq. Orta Asiya ölkələri olası deyil, Cənub Qafqaz olası deyil. Yəni Rusiya ancaq Ukrayna ilə, amma onlara kömək edən, silah-sursatla kömək edən təbii ki, İrandır, təbii ki, deməli Koreyadır, Şimali Koreyadır. Onlar həm də əsgəri köməkliklə edə biləcək, həm də Çin, təbii ki, Çin. Çünki Rusiya Çinin proksi qüvvəsidir. Rusiya arxada dayanıb Amerika ilə müharibə aparırlar. Yəni Qərb ilə Şərqin arasında. Yəni Çin arxada dayanır, Rusiya qabağa verərək müharibə aparır. Bəli. Yəni Çini biz görəcəkmi Rusiya ilə bərabər müharibədə, sahədə döyüşdüyünü? Mən hesab edirəm ki, yox. Onlar ancaq hərbi sursatla, raketlərlə Rusiyanı təmin edir və bu gün də o davam edir. Ona görə də Amerika çalışırdı ki, Çini oradan aralasın. Ancaq bundan müvəffəq ola bilmədilər. O mənada, yəni 3-cü Dünya müharibəsi başlayarsa, biz gücləri görəcəyik. Yəni Şimali Koreya, Rusiya, İran və Çin. Yəni bu ölkələr. Digər Avropa ölkələri, NATO ölkələri təbii ki, Rusiyaya qarşı ciddi müharibə aparacaqlar. Və buna da artıq hazırlıqlar gedir. Hər tərəfdə hazırlıq gedir. Yəni Rusiya öz deməli təhdidlərini göstərir və hamını, bütün ölkələri təhdid edir. Lavrov ilə New Yorkdakı çıxışında Avropa ölkələrini təhdid edir ki, biz əgər bizə qarşı hər hansı bizim təyyarəmizi, dronlarımızı vursalar Rusiya ərazisində, Belarus ərazisində, o zaman onlara çox ağır cavabımız olacaq. Yəni təhdid edirlər. Mən istəyirəm bir qədər Amerika Birləşmiş Ştatlarının bu yerdə harada durduğu ilə bağlı danışaq. O mənada ki, məhz Amerika tankları Estoniyanın Rusiya ilə sərhədinə köçürülür. Ağır texnika ilə dolu eşalonlar Rusiya sərhədinə doğru gedərkən görüntülənib. Bu son xəbərlərdən biridir. Bu mənada Amerika Birləşmiş Ştatlarının yanaşması dəyişdi. Siz özünüz də qeyd etdiniz Zelenski ilə görüşdən sonra. Hətta bunu Rusiya tərəfindən Zaxarovun açıqlaması, digər rəsmilər bu cür qiymətləndirirlər ki, məhz danışıqlar taktikasıdır. Yəni Rusiyanı danışıqlara gətirmək üçün Trump bu cür hərəkət edir, yeni silahlar verir və yaxud da ki, mən inanıram Zelenskiyə və Ukraynaya deyir. Gerçək mənada biz təhlil etdiyimizdə, əgər vəziyyət bu qədər kritikləşibsə, yeni bir müharibədən danışırıqsa, Amerika Birləşmiş Ştatlarının duracağı tərəfi analiz eləyə istəyirəm. Avropaya yardım, Avropaya dəstək və Avropanın yanında müharibəyə qoşulmasını görəcək, yoxsa? Mən hesab edirəm ki, artıq Amerika başa düşür ki, o Rusiyanın apardığı danışıqlar heç idi. Yəni Rusiya onlarla olan danışıqları, onlar olan xahişləri hamısını atdılar. Rusiya müharibəni davam etdirir və dayandırmaq fikirdə yoxdur. Ona görə də yəni baxın, Trump hakimiyyətə gələndən sonra indiyə qədər daimi müharibənin dayandırılmasını istəyirdi. Rusiyanın danışacaq, Putinlə yaxşı olandır, Zelenski diktatordur, belə və sonra nəhayət həm Amerikanın konqresmenləri, senatı hazırladığı o sanksiyalar və onun müşavirlərinin deməli onunla apardığı danışıqlar, eyni zamanda Avropa İttifaqının rəhbərləri dəfələrlə Trumpla görüşdülər və onu fikrindən daşındıra bildirlər. Nəhayət o Putinin deməli apardığı müharibəni dayandırmayacağını başa düşür və ona görə də artıq Ukraynaya, düzdür, NATO tərəfindən o silahları satın NATO-ya, Avropa ölkələrinə onlar verir Ukraynaya. Ancaq artıq dəstək göstərməsi artıq bəyan elədi. Həm də biz də onu deyə bilərik ki, indi Trump'ın hakimiyyətdə olan dövründə o fikrini tez-tez dəyişib. İndi sonuncu fikrini nə qədər davam edəcəyini də bunu demək çətindir. Çünki biz bilirik ki, Trump tez-tez fikrini dəyişir. Ancaq indiyə qədər Rusiya qarşı belə ritorikaya çıxış eləməmişdir.